Balakən rayonunda Həyətyanı torpaq satışa çıxarılır. Torpaq Müslüm Maqama ilçəsində yerləşir. Yəni asfalt yolun kənarıdır. Gördüyünüz kimi kubik daş ilə ön tərəfdən hasar alınmışdır. Yol qapı qoyulub dəmirdən. Altı sotdur. Yan tərəflərdən dəmir ilə hasarlanmışdır. Arxa tərəf gördüyünüz kimi setka ilə bağlanmışdır. Həyət yanıdır. İçərisində bir neçə ədəd meyvə ağaclarıdır, bar verən. Demək olar ki, hər tərəfə bağlıdır, torpağın kupçalıdır. Notarial qaydada alqı-satqı edərək torpağı əldə edə bilərsiniz. Qaz xətti, su xətti, işıq xətti yaxınlığından keçir. Qiyməti 3000 manatdan təklif olunur. Real alış şərti ilə yaxınlaşsanız qiymətdə cüzi endirim ola bilər.